Adam var ki, ona gələn nemətləri sayır, deyir, mən Allahın əziz bəndəsiyəm, mən neçə dəfə mənə Kərbəla qismət olub, həcc qismət olub. Bunu yazır öz üstünlüyünə. Halbuki Kərbəla və həcc ziyarəti qismət olduqca bu başını aşağı salmalıdır ki, gör Allahın lütfü nə qədərdir ki, mənim kimisinə də həcc qismət eləyir. Nemət məğrurluğa yox, əksinə borcluq hissinin artmasına gətirib çıxarmalıdır ki, gör Allahın nə qədər fəzli var ki, mənim kimi günahkarın yolunu açıb Kərbəlaya getmişəm. Mən nə qədər adamlar görmüşəm, oturur məclisdə deyir, əşim, mən filan qədər filan yerdə olmuşam, bunu özünə üstünlük hesab edir. Üstünlük deyil, bu sənin borcluğu artırmalıdır ki, gör Allah nə qədər mehribandır ki, görür ki, məni başqa cür islah eləmək olmur, həccinin, Kərbəlasının qapısını açır ki, gəl heç olmasa bəlkə burada adam oldun, mən yenə də adam ola bilmirəm. Bu məntiqlə insan nemətlərə yanaşmalıdır.